Məsələn, pul çox qazanmaq istəyirsə, hüquq tələbəsi universiteti bitirəndən sonra, məzun olandan sonra ümumiyyətlə baxmalıdır ki, onun xasiyyəti necə. Həm cinayət hüququnu seçənlər vardı, həm vəkillik istəyənlər vardı, həm biznes istəyənlər vardı. İş şablon üzərində qurulub, bir də hüquq tələbələrinin çox güclü məntiqi olmalıdır. Mən Vəfa Rüstəm, hüquqşünasam. 20 ildən çoxdur ki, bu sahədə işləyirəm. Bir hüquq tələbəsi məzun olduqda hansı bilik və bacarıqlara sahib olmalıdır? Birinci növbədə harda nəyi axtarmağı öyrənməlidir. Yəni vacib deyil ki, o hansı qanunları əzbər bilsin, hansı maddələri əzbər bilsin. Çünki 20 mindən çox normativ aktlar var ki, bunu ümumiyyətlə normal insan beynində saxlaya bilməli deyil. Amma o onu harda axtarmalı olduğunu bilməlidir. Hara müraciət etməli olduğunu bilməlidir və bilməlidir ki, onu necə sənədləşdirməlidir. Hara yazmalıdır, necə yazmalıdır və s. Yəni bütün bunları yaxşı bilməlidir. Ondan başqa bir də hüquq tələbələrinin çox güclü məntiqi olmalıdır. Məsələn, əvvəllər mənim 20 il əvvəl universitetə daxil olarkən biz ancaq humanitar fənlərdən imtahan verirdik. Amma kimin ki riyazi bilikləri daha güclü idi, onların o məntiqi hüquqda çox tələb olunurdu. Məsələn, bizə elə gəlir ki, biz mətnlərlə işləyirik, amma biz çox böyük məntiqlə işləyirik. Yəni orada o məntiqi əlaqələri görməyə bacarmaq lazımdır. Yəni bunu bacarmaq. Hüququn hansı sahələri var və tələbələr ən çox hansı sahələrə yönəlir? Deməli, konstitusiya hüququ var. Mülki hüquq var, onun mülki prosesi var ki, o məhkəmələr hissəsidir. Cinayət var, cinayət prosessual hüquq var ki, cinayət işlərinin istintaqı necə gedir, orada prosesdə görünür. Miqrasiya hüququ var, bu əcnəbi vətəndaşlarla və vətəndaşlığı olmayan şəxslərlə bağlı məsələləri həll eləyir. Əmək hüququ, işçilərlə işə götürən arasında münasibətlər, ailə hüququ, nikah, boşanma, aliment və s. məsələlərə baxır. Ondan başqa korporativ hüquq baxır sırf şirkətlər, təşkilatlar, məsələn, onun nizamnaməsi necə olur, o qeydiyyat necə aparılır və inzibati hüquq. İnzibati hüquq və inzibati prosessual hüquq var. İnzibati hüquq tutaq ki, dövlətlə vətəndaş arasında münasibətləri tənzimləyir. Mən hansısa bir dövlət qurumuna müraciət edirəm ki, torpağıma çıxarış alıb mülkiyyət hüququ haqqında. Mənim bu münasibətim inzibati hüquq. Əgər mən bundan narazı qalıramsa, onda inzibati proseslə məhkəməyə verir. Və inzibati xətalar haqqında bir məcəlləmiz də var. O sahədə necə gedir? Bu sahə gedir, məsələn, mən yol hərəkəti qaydasını pozmuşam, sürət həddini aşmışam, mənə 10 manat cərimə gəlib. Bu inzibati xətalar haqqında məcəllə ilə tənzimlənir. Bir də vergi hüququ var. O da aydındır adından ki, nədir? Belə bir araşdırmam olmayıb ki, gənclər hansı sahəyə belə yönəlir. Məsələn, mənə təlimlərə müraciət edib, təlimlərimdə görürdüm. Həm cinayət hüququnu seçənlər vardı, həm vəkillik istəyənlər vardı, həm biznes istəyənlər vardı. Yəni belə qruplardan gəlirlər. Bizə çox adam gəlir ki, mən cinayət hüququna gedəcəm, amma sonra fikri dəyişdirir. Yox, məsələn, mən mülki orada öyrənir. Çox adam üçün hüquq cinayət hüququndan aslında, yəni istintaq olur, çünki televizorda görürlər. Ondan belə qaynaqlanır, amma sonra fikrini dəyişər. Dövlət sektorunda işləmək daha yaxşıdır, yoxsa özəl şirkətlərdə? Bu yenə də insan xasiyyətinə bağlıdır. Mən məsələn, çox az bir müddət məhkəmədə işləmişəm, bir də neft-qaz çıxarma idarəsində işləmişəm ki, sonra o əməliyyat şirkətinə çevrilmişdi. Məsələn, mən baxdım ki, mənim xasiyyətimdə o yoxdur. Bir çox dövlət qurumlarında iş şablon üzərində qurulub, konkret təşəbbüskarlıq nisbətən daha azdır və orada nizamnamələr, qaydalar var ki, sən o qaydaların hamısına əməl etməlisən. Bəzi insanlar üçün, amma bu bir prestijdir. Məsələn, sən filan nazirlikdə, nə bilim, filan nazirlikdə, filan pozisiyada şöbə rəhbərisən və s. Bunu sevən adamdırsa, gedib orada iştirak işləyə bilər. Amma məsələn, daha çox azadlıq, daha çox məsələn, elə iş şəraiti, məsələn, distant iş dövlət qurumu ilə çətin alınır. Heç mümkünsüzdür. Amma özəl şirkətlərlə sən distantda da işləyə bilərsən, ondan sonra daha çevik, yəni ola bilərsən, öz şirkətini yarada bilərsən, müəyyən bir mərhələləri təbii keçəndən sonra, amma yenə də o xasiyyətinə baxmalıdır ki, nə qədər azadlıq sevəndə təşəbbüskardır və yaxud icraçı. Yaxşı hüquqşünas olmaq üçün ən vacib 3 şəxsi keyfiyyət hansılardır? Öyrənməyi sevmək, yəni durmadan biliklərini artırmaq. Çünki həm qanunverici bizə durmadan dəyişir. İkincisi də ki, hüquqşünas üçün yəni biliyin çoxdur deyilən bir şey yoxdur da, həmişə biliyi artırmaq lazım. İkinci məntiq, mən düşünürəm ki, ən vacib məsələ məntiqlə düşünə bilməkdir ki, sən o əlaqələri yaxşı qura biləsən, strategiyalar qura biləsən. Şahmat ustası kimi qabaqcadan neçə gedişi görə biləsən ki, o gedişləri eləyəndə lap bu gün ola bilərsən hardasa bir zəif addım atdın, amma sən bilirsən ki, bu strateji olaraq növbəti addım üçün səni gücləndirəcək. Digər bir məsələ isə yaradıcı olmaq. Mən elə düşünürəm ki, hüquqşünas təkcə qanunların çərçivəsi ilə düşünməli deyil. Qanunlardan yuxarı hüquq var, insan haqları var
və məsələn konstitusion hüquqlar var, düzdür? Və bunun bir sərhədləri yoxdur. Əgər biz başa düşürüksə ki, bu qanunu tətbiqi burada nəsə bir ədaləti yaratmırsa, ona biz biraz da fəlsəfi baxmalıyıq ki, onu biz necə insaniləşdirə bilərik də bu keysdə. Yəni çərçivədən çıxa bilmək. Kimlər hüquqşünas olmağa uyğundur? Kimə hüquqşünas olmalıdır? Təşvişdə insanlar. Belə bir ümumiyyətlə araşdırma var ki, hüququ bir qayda olaraq təşvişi yüksək olan insanlar seçir və onlar daha uğurlu ola bilər. Niyə görə? Ona görə ki, o hər addımda deyir ki, birdən alınmadı. Birdən bu belə olmadı. O davamını gətirə bilməsi üçün. Amma belə mənə elə gəlir ki, yəni sadəcə sevgi varsa, hüququ sevirsə və insan hüquqşünas olmaq istəyirsə, onlar hüquqşünas olmalıdır. Mənim məsələn tələbə yoldaşlarım var, olub ki, məsələn, rəfiqəm vardı, o tarixi istəyirdi. Təsadüfən hüququ yazıb düşünüb ki, düşməyəcək və yüksək bal toplayıb gəlib düşmüşdü hüquqa. O çox az işlədi və getdi. Adam var, müğənnidir hal-hazırda və deyir ki, mən başa düşdüm ki, mən oxumalıyam. Və hüquq mənlikdir. Yəni hüququn özünü sevmək lazımdır. Hüquqşünasın görünüşü və geyimi peşə həyatında nə dərəcədə vacibdir? Ümumiyyətlə hüquqşünas özünü elə təqdim etməlidir ki, həm bu müştəri ilə işləyərkən, həm şirkətdə, həm də məsələn məhkəmələrdə bu öz təsirini eləyir. Əgər sən adi cins şalvar və futbolka ilə gəlirsənsə işə, bu özü sənin maaşına və yüksəlişinə, vəzifə yüksəlişinə təsir edə bilər. Mən onu demirəm ki, sən mütləq pencəkdə geyinməlisən, ağ köynək, qara şalvar, yox. Geyim tərzləri haqqında məlumat olmalıdır. İnsan bilməlidir ki, o hansı geyim tərzini seçməlidir stil olaraq. Hansı bədən quruluşları var və onun bədən quruluşu hansıdır ki, o bədən quruluşuna uyğunlaşdırsın. Rəngləri seçə bilməlidir. Birincisi öz rəng tipini bilməlidir ki, o hansı rəng tipinə aiddir. Və ona hansı isti rənglər yaraşır, soyuq rənglər yaraşır. Yəni o rəngləri də seçə bilməlidir ki, onun həmişə belə özünü təqdimatında o olsun. Bir də məsələn bir tip istəyə bilərəm. Əgər hamı kişilərdən ibarət böyük bir iclas olacaqsa və sən sözünü keçirmək istəyən bir hüquqşünas qadınsansa, qara geyinib getmək lazımdır ki, o qaranın rəngi onun üstünə gəlsin. Hüquq sahəsi stresslidirmi? Bu stres necə idarə olunur? Çox stresslidir, həddindən artıq. Çünki sənin verdiyin qərar kimin haqqında verirsənsə, məsələn, işlədiyin şirkətdirmi, hər hansı müştəri ilə birlikdə işləyirsə, onun müştərinin taleyini həll edən bir qərardır. Onun əmlakı ilə bağlı və yaxud azadlığı ilə bağlı və s. Çox böyük bir məsuliyyət. Və bu məsuliyyətin stressi bəzi hallarda hüquqşünası məsələn tezdən də bir gözünü açır, birinci hələ bədən oyanmamış, beyin oyanıb ki, filan kəs xilas etmək lazımdır. Xilaskar modunda olmamaq lazımdır. Çünki biz başa düşməliyik ki, biz hamını xilas edə bilmərik. Bizim müəyyən bir resurslarımız var və öz resurslarımız çərçivəsində insanlara kömək edə bilərik, fayda verə bilərik. Və bu faydanı özümüzü məhv etmək hesabına olmamalıdır. Biz hər gecə gündüz ancaq kimsə xilas etməklə məşğul olsaq, biz birinci özümüzü məhv edəcəyik, ondan da heç kimə kömək edə bilməyəcəyik zaten. Digər məsələdən sərhədləri qoymaq. Yəni sənin müəyyən bir sərhədlərin var. Məsələn, sənin istirahət vaxtın var, sənin bir işi görməyə vaxtın var və s. O sərhədlərə imkan verməmək lazımdır ki, o sərhədləri pozsunlar. Birinci də özünə hörmət eləməlisən ki, nəyi necə edəcəksən və bu sərhədlərindən sənin heç kim müdaxilə etmir. Magistr təhsili hüquq sahəsində nə dərəcədə önəmlidir? Azərbaycanda belədir. Ali məhkəmənin hakimi də ola bilərsən, təkcə bakalavr təhsili ilə. Lazım deyil magistr. Magistr təhsil lazımdır ali təhsil məkanlarında, məsələn də dərs demək üçün. Əgər formal belə tələblərdən gedirsə söhbət, şirkətlərin də çoxu işə götürərkən, ola bilər ki, məsələn, magistra əhəmiyyət versin və yaxud, amma onlar ən çox onun işini doğru dürüst yerinə yetirə biləcək adam axtarır ki, məsələn, onun təcrübəsi var, o işini yaxşı, o baxmaya bilər magistr təhsilinə. Bir də xaricdə məsələn ola bilər ki, məsələn, beynəlxalq təşkilatlarla işləyirsənsə və yaxud da araşdırma sahəsindəsənsə, nə bilim, PhD eləmək istəyirsənsə, onda magistr vacibdir. Əgər Azərbaycanda sırf gəlib magistr oxuyacaqsa, bakalavrda sənə bütün məlumatı verir. Bakalavr sənə bütün istiqamətləri öyrədir. Xüsusilə mən özüm oxuduğum Bakı Dövlət Universitetini deyirəm ki, Bakı Dövlət Universitetində sənə bütün istiqamətlər üzrə kifayət qədər, zaten qalanını da sən təcrübədə öyrənəcəksən. Çünki magistr nədir? O artıq elmi dərəcədir də. Amma praktikada o elmi şeylərə ehtiyac yoxdur. Yəni sən əgər gedəcəksən, sabah hardasa müstəntiq işləyəcəksənsə, hakim işləyəcəksənsə, okey, ola bilər. Yəni yaxşıdır. PhD də olsun, hamısı da olsun. O zəruri bir tələbat deyil ki, ehtiyac bilmirsənsə, yəni bakalavrla bitirib, yəni deyirəm, Konstitusiya Məhkəməsinin hakimi qədər ən yüksək belə deyək də, pozisiya əgər götürsək, ora qədər gedib çıxmaq olar hüquqşünas.
Var, yəni magistr gedib xaricdə oxuyub gələnlər. Sadəcə hüquqda belə bir şey var. Məsələn, mən əgər tibbi hardasa gedib oxuyub gəlsəm, hamının burnu burundur, gözü gözdür. Düzdür? Eyni damarlar işləyir. Amma hüququ sən əgər tutaq ki, məsələn, bəzi adamlar gedir hətta bakalavr hüququ gedir xaricdə oxuyur, gəlir. Sən artıq Azərbaycan hüquq sistemini çox dərindən bilməyəcəksən. Hər ölkənin öz hüququ var və hər ölkənin öz hüququnu bilmək lazımdır. Magistrda yenə dediyim kimi, orada o araşdırmalardır, sən daha dərinləşə bilərsən. Fransada bir universitet var. Mən keçən dəfə belə araşdırırdım, baxdım. Hətta o mini kurslarını götürdüm saytların birində. Kriminalistikada ekspertizanın aparılması ilə bağlı. Məsələn, əl izləri necə götürülməlidir? Mən buradan çıxmışam, mənim qoxum havada qalıb. O qoxu necə götürülüb və identifikasiya edilməlidir və sər və əlaxırda. İçmişəm burada, dodağımın izləri qalıb və bu izlər və s. Məsələn, onun haqqında çox dərin, gözəl bir şeylər. Məsələn, mən əgər istəsəm kriminalistikada gedib dərinləşim, mən mütləq o universiteti seçər. Oranın məsələn, orada bakalavrdır, magistrdır, hansısa onu gedib oxuyub, onu gəlib bura tətbiq edə biləcəm. Çünki o çox texniki bir məlumat. Böyük bizneslər var ki, onlar müxtəlif dövlətlərdə işləyirlər, hə? Eyni mağaza burada da var, İtaliyada da var və s. və əla. Həmin məsələn bu cür korporasiyalar, iri korporasiyalarda o işləri görmək üçün həqiqətən bunu oxumağa dəyər. Amma mən burada balaca bir şirkətdə işləyəcəyimsə və yaxud özümün şirkətimdən, məsələn, Azərbaycandan çıxmayacağımsa, elə Azərbaycan kifayət. Sizcə Azərbaycanda hüquq üzrə ən ixtisaslaşmış universitetlər hansılardır? Yanıma həm müxtəlif universitetlərdən gələn tələbələr olub. Mən deyim ki, ən çox biliyə sevgisi olan tələbələr, ona fərq yoxdur hardadılar, ona öz üzərlərində işləməyi sevirlər. Amma məsələn, sən əgər seçirsənsə ki, Dövlət İdarəçilik Akademiyasına, o idarəçilikdə istiqamət idarəçilik üzrə olacaq. O dövlət insan münasibətləri üzrə inzibati hüququ daha geniş keçəcək. Bakı Dövlət Universiteti sənə mülki hüququ, mülki prosesi geniş öyrədəcək, cinayət hüququnu, cinayət prosesini. Yəni bu sahələri, maddi hüquq sahələrini çox dərinləmsə, əmək hüququndan çox dərin nəzəri məsələn biliklər verəcək. Məsələn, ADA Universitetində orada araşdırmalar. Mən orada çox güclü, yəni görürəm ki, professor heyəti və s. var. Sənin ingilis dilində hüququn güclü olacaq, araşdırmaların güclü olacaq. Beynəlxalq, yəni xarici dövlətlərin hüquqları ilə bağlı, hüquq sistemi ilə bağlı daha geniş anlayışların olacaq. Yenə də o seçim məsələsidir ki, hansı istiqamət üzrə daha çox güclüdür. Mən əgər mülki hüquq üzrə ekspert olmaq istəyirəmsə, gələcəkdə işləyəcəyim sahə vərəsəlik olacaqsa, mən gedib İdarəçilik Akademiyasında oxumam doğru olmaz. Yəni buna diqqət etmək lazımdır. Gömrük Akademiyasında əsasən fokus gömrük məsələləri üzrədir. Yəni orada biz neçə 4 il oxuyuruqsa, 4 ildə semestrlər, neçə semestr oxuyacağıq. Məsələn, gömrükdə tutaq ki, mülki hüququ bir semestr oxuyacağamsa, amma gömrük sahəsindən tənzimləmələr, o dövlət tənzimləmələri və s. daha geniş oxuyacağamsa. Və mənim əgər gələcək fikrim gömrüyə getməksə, zaten mən gömrüyü seçməliyəm. Aviasiyada yenə də aviasiya sahəsindəki qanunvericiliyi daha sənə yaxşı detallı başa salacaq. Sən amma gəlib çox zəif şəkildə ola bilər ki, məsələn, əmək hüququndan bilə bilərsən də. Naxçıvan Universiteti, mən Naxçıvan Universitetini çox bəyənirəm. Mən Naxçıvanda təlim keçmişəm. 2013, 15, 16-cı illərdə müxtəlif bölgələrdə təlimlər keçirdim. Qubada, Lənkəranda, Mingəçevir və Naxçıvana getmişdim. Və məni ən çox təəccübləndirən yaxşı mənada oradakı vəkillərlə biz görüşəndə Naxçıvandakı vəkillərin bilik səviyyəsi idi. Həddindən artıq çox intizamlıdırlar. Həm də çox dərindən, bizim hüququ çox dərindən bilirlər və çox yaxşı bilirlər. Oradakı vəkillər çox güman ki, Naxçıvan Dövlət Universitetini bitirib olmuş ola bilərlər, düşünürəm. Çünki orada Naxçıvan Dövlət Universiteti tələbələri də vaxt görmüşdüm. Yəni mənim xoşuma gəlmişdi. Bəzi aran zonalarında məsələn o qədər güclü deyildilər. Əgər onlarla irəli gəlsəm, mənə elə gəlir ki, Naxçıvan istəyir. Qarabağ Universiteti məndə böyük ümidlər yaradır. Ona görə ki, orada daha çox akademik azadlıq olduğuna inancım güclüdür və çox enerjili, gənc və savadlı kadrlar var. Bəzilərini mən orada tanıyıram ki, orada dərs deyirlər. Ona görə, yəni Qarabağ Universitetində bəli, hüququn, yəni gələcəyinə inancım var. Ona görə əgər seçim etmək istəyirlərsə, məsləhətdir. Həm də xüsusilə də bəzi regionlar var ki, məsələn Qarabağa daha yaxındır. Məsələn Mingəçevir, Gəncə. Onlar üstünlük verirlər. Ora ki, həm də yaxındırlar. O da üstünlük yaradır ki, yəni o əhali o tərəfə gedib rahatlıqla Qarabağ Universitetini seçə bilərlər. Sonda hüquqşünas olmaq istəyən gənclərə nə məsləhət verərdiniz? Möhkəm olun. Qabaqda sizi çox gözəl macəralar gözləyir. Əgər bu sahəni sevirsinizsə, bu sahə sizə mənəvi bir rahatçılıq gətirə biləcək, o həlləri gətirə biləcək və siz həm zövq ala bilərsiniz, həm arta bilərsiniz. İstədiklərinizə nail ola bilərsiniz. Sadəcə irəli getmək, oxumaq, çevrə qurmaq, özünə güvənmək,
mütləq şəkildə əgər təşviş problemləri varsa və özgüvən problemləri varsa, bunun psixoloqla məşğul olmaq, çünki o olmasa gələcək karyerada yüksəliş biraz zəif gedə bilər. Özlərində işləsin, özünü sevsin, özünü qucaqlasın, qalan sənədir.